Salam aleyküm mənim dəyərli izləyicilərim. Deməli bu gün Yasamaldayıq 77 nömrəli avtobusun sonunda yanacağında. Gəlirik biraz qabağa bax. Burada Albalı uşaq bağçasının binası var. Baxın görürsünüz nə qəşəng binadır. Bax geniş həyəti zadı. Burada bir mənzil təqdim edəcəm sizə. İndi birazdan mənzilin içində olacağam, göstərəcəm sizə. Deməli mən indi mənzildəyik. Mənzil 3 otaqlı, 142 kvadratdır. Göstərirəm indi bir də sizə. Bura zalıdır. İşler biraz zayıftır. Zalı da size gösterim. Balkonu gösterim size. Balkon çok geniştir. Bakın. Bak görürsünüz necə bak. Balkonuna bakın. Görürsünüz ərazisi belə. Genişdir. 3 otaqlıdır. 142 kvadratdır. İndi bir göstereceğim size. Aha. Gösterim de size yavaş yavaş. Yasamalda. Bakın. Bura yataq otağıdır. Gördüyünüz kimi sərgə. Bütün mebellər, bütün elektronik sistem hamısı qalacaq mənzildə. Bax görürsünüz belə qəşəng remontludur. Düzdür, köhnəli remontludur amma görürsünüz sərgəlidir. Bax bütün elektronik sistem, paltar yan maşınıdır, qab yan maşını sözlər hamısı qalacaqdır mənzildə. Desk otağı da göstərim. Bu əşyalar da qalacaqdır. Alınıb tamamı işlənməyib. Bax belə də qalıbdır. Burada da balkon var. Buradan da göstərim sizə. 4 tane kondisioneri var. Baxın kombi sistemidir. Əşyalar hamısı qalacaqdır. Yorusunu da göstərim. Belə qəşəng görürsünüz. Geniş koridoru da var. Burada hamam tuvalet. Gördüyünüz kimi belə geniş şəkildə. Orada da kladovkadır. 142 kvadratdır, 3 otaq, bir kuxnadır. Gördüyünüz belə bir dənə koridor hissəsidir, təmirlidir. Tam əşyalar satılır. Bir dənə paltarlarını götürüb çıxırlar. Qiyməti də sonda yazacağım inşallah.